Türkiye'de yaranmış ictimai-siyasi vəziyyətlə bağlı mövqe bildirəcəm. Bizi bəzi halda ittiham edirlər ki, başqa bir dövlətin daxili işinə qarışmaq olmaz. Təbii ki, beynəlxalq hüquqda var, anayasalarımızda var. Amma insanda biz bir millət, iki dövlət prinsipi ilə yanaşacağıq proseslərə. Türkiyə mənim üçün milli dövlətdir, Türk dövlətidir, müsəlman dövlətidir və qardaş dövlətdir. O cümlədən Azərbaycan nə qədər mənə doğmadır, Türkiyə də bir o qədər doğmadır. Bunun doğma sözünü əsaslandırması üçün kifayət qədər tarixi əsaslar var. Min ildən o tərəfə gedən əməkdaşlıq var, bölgə var, ortaq məsuliyyət var və indiki zamanda son 100 ildən o yana dönəmdə isə bu dövlətin, yəni Azərbaycanın var olmasında Türkiyə faktoru mühüm rol oynamışdır. Bu bir tarixi gerçəklikdir. Türkiyə təbii ki, uzun zaman daxili gərginliklərdən əziyyət çəkib, siyasi ixtilaflar, siyasi böhranlar, hakimiyyət böhranları, dalbadal növbədən kənar parlament seçkiləri və bunlar hökumətin buraxılması, bunların hamısı orta koalisiyalar və bunların hamısı Türkiyəni geri salan faktorlar olur. Və Türkiyə daha çox bizim yaddaşımızda, bizim sağlığımızda gördüyümüz bir Türkiyə var idi, əlabaxan Türkiyə idi. Müdafiə sənayesi yox, asılı bir dövlət, iqtisadi rıçaqlar kənar dövlətlərin əlində və o cümlədən kifayət qədər baskıların içərisində olan bir Türkiyə idi. Türkiyə keçən əsrin əvvəllərində erməni kartı ilə imtihana çəkildi. O da Batı dünyasının, o cümlədən türklüyün qalxınmasını istəməyən qüvvələrin, mərkəzlərin işi idi. Hazırlanmış, sürü şəkildə hazırlanmış, böyük Ermənistan xəstəliyinə yoluxdurulmuş bir etnik qrupu Türk millətinin üzərinə saldırdılar və keçən əsrin sonu, indiki əsrin əvvəllərində isə yer dəyişdi. Kürt məsələsi qabardı Türkiyədə, yəni Kürtlərin şüarları da keçən əsrin Osmanlının son dönəmlərində olan ermənilərin şüarları ilə faktik olaraq eynilik təşkil edirdi. Yerlər dəyişdirir. Yəni Türkiyənin özü üçün etnik kimlikdən problem düzəltmək və Türkiyəni iç savaşa sürükləyərək inkişaf eləməsini əngəlləmək kimi bir proyektin içərisində oldu Türkiyə. Və Türkiyə uzun zaman bu mücadilələri verə-verə hər halda bir cumhuriyyət təməllərinə sadiq bir dövlət olaraq ayaq üstə dura bildi. Çətin oldu, itkiləri çox oldu. Geri salındı. Eyni zamanda nəhayət bu hakimiyyət böhranlarından qurtulma yolu Rəcəb Tayyip Erdoğanın hakimiyyətə gəlməsi ilə bitdi. Yəni konstitusiya islahatları, idarəetmə sistemi ilə bağlı Cumhurbaşqanlığının sisteminə keçid, hakimiyyət böhranlarından, siyasi böhranlardan Türkiyəni xilas edə bildi. Yəni oturub bir növ Türkiyənin 5 illik, 10 illik, 30 illik, 50 illik proyektlərini, proqramını işləmək kimi bir fürsətlər yaxalandı. Eyni zamanda Türkiyəni qərbdən daha çox ittiham edənlər ki, demokratiya yoxdur və Kürt və erməni, saxta erməni soyqırımı iddiaları, insan haqları pozulur deyərək araya hər şey salmaqda olmalarına baxmayaraq Türkiyə seçkilərdə konkret demokrat nümunəsi göstərdi. Axırıncı parlament seçkiləri, bələdiyyə seçkiləri, o cümlədən prezident seçkilərində ciddi bir rəqabət şəraitində bu proseslər baş tutdu və dünya da qəbul elədi. Türkiyənin özünün daxilində də siyasi qüvvələr bunu bir mənalı şəkildə bölüşdürdülər. Amma Türkiyə bu Erdoğan dönəmində nə qazandı? Mən məsələ təbii ki, iqtisadi böhran, daxildə sosial problemlər demirəm, həll olundu tamamilə yox. Ciddi infrastrukturlar həyata keçirildi. Ölkə içidir bu. Yəni onu Türkiyə xalqı görür və dəyərləndirir. Zaman seçkilərdə də verilən səslər, oylar onun bir təzahürü idi. Amma Türkiyənin mən genel anlamda və beynəlxalq səviyyədə hansı mərhələdən hansı mərhələyə gəldisinə diqqət yönəltmək istəyirəm. Türkiyə ilk öncə Qərbdən bunun silah asıllığını önləmək üçün ən radikal addımlara getdi. Hətta Rusiya ilə
təcavüzkar bir Rusiya ilə Qərbin deməli soyuq müharibədən çıxmış və hədəf aldığı Rusiya ilə S-400'lər məsələsinə gedərək özünün güvənlik sistemini həll eləməyin alternativ yolunu tapdı. Və bu tabii ki Amerika Birləşmiş Ştatlarında, o cümlədən Qərb NATO'da olan müttəfiqlərinin xoşuna gəlməyən bir şey oldu. Niyə görə Türkiyə artıq o mühasirəni yarır. Yarır və paralel olaraq öz müdafiə sənayesini qurmağa, müasir elektron silahlar, müasir insansız hava uçaqları, hücum silahları, raketlər, su altı, su üstü, quru, hava sənayesində ciddi bir irəliləyişlər əldə edə bildi. Ümumiyyətlə maşın qayırmada, elektronikada bir inqilabi proseslər baş verdi son zamanlarda. Türkiyə nəhayət qadağan olunan F-35'lər və yaxud da F-16'lara alternativ olaraq özünün uçaqlarını istehsal eləmək iddiasını ortaya qoydu və onun sınaqlarını həyata keçirdi. O cümlədən insansız hücum silahları, SİHA'lar, PUA'lar və digərlərinin istehsalında və onların dünya hərb təcrübəsində sınaqdan çıxarılması dünyanı heyrətləndirdi və çox qısa zamanda dünya bazarına girə bildi və Türkiyənin bu günləri istehsal elədiyi insansız silahlar, insansız uçaqlar, hava uçaqları demək olar ki, ən populyar silah növlərindən biridir. Konkret, Türkiyə bu müddətdə siyasi təcrübəsi, hərbi gücü, o cümlədən texnoloji üstünlükləri ilə Dağlıq Qarabağda həm Rusiyanın, həm Batının, Fransanın və Atatürk qrupuna baxsaq tərkibində görərik, qurduğu erməni separatizminin kökünü kəsə bildi. Azərbaycanla bir yerdə ordumuzun müasir tələblərə uyğun təlimatlandırılması və silahlanmasında rol oynayaraq faktik olaraq bir əsrə yaxındır Azərbaycanın içərisində nüvə salmış erməni separatizminin kökünü kəsə bildi və ərazi bütövlüyünü təmin edə bildi. Burada Türkiyənin müstəsna bir əməyi var. Bundan sonraki dönemdə Rusiya kimi agresiv bir dövlətin bütün sonuncu nəfərinə qədər hərbi birliklərinin Azərbaycandan çıxarılması, müxtəlif variantlar olmasına baxmayaraq, Azərbaycanı üçüncü xarici qüvvənin silahlı bazası və hətta əskəri olmayan bir dövlətə çevirə bildik. Və biz burada Türk-Azərbaycan işbirliyini müstəsna qeyd etməliyik. Zaman zaman ciddi auditoriyalarda, meydanlarda Recep Tayyip Erdoğan, İlham Əliyev eyni zamanda Türk dünyasının və Türk-Azərbaycan birliyinin hədəflərini dilə gətirə bildilər. Güney Azərbaycanla bağlı bəyanatlar, Türk dünyasının birliyi ilə bağlı bəyanatlar və hətta dünyanın 5'dən böyüklüyü və dünyanı idarə edən böyük 5'lərin bir növ bostanına daş ataraq biz də varıq iddiası rəsmi tribunalarda bu məsələni əsaslıq bir formada dilə gətirməsi bu tarixi bir gerçəkliğimizdir. Yəni Türkiyə qapalı bir mühitdən dünya çapında mən də varam iddiası ilə meydana çıxdı. Türkiyə bəzi halda oponentləri və yaxud da siyasətdə çox naşı olan insanlar İslam bilicisi olan Erdoğan'ı Türkiyəni İslamlaşdırmaqda, ərəbləşdirməkdə ittiham etməkdən çəkinmədilər. Çox bəsit və cılız bir yanaşmadır. Əgər lap olsun bu bir milliyyətçiliğinin təməlində həm də inancı durmalıdır. Və o cümlədən Türkiyə strateji olaraq Türkiyənin təsir coğrafiyasını genişləndirməyin mümkün variantlarından biri İslam coğrafiyası hesab edir. Afrikadan tutmuş Ərəb ölkələri yaxın və Orta Şərq və Uzaq Şərqdə hədəfləri müəyyən etmək üçün İslam bilicisi olmaq və ya İslam dininin təməllərinə sadiq olmaq çox önəmli şərtlərdən biridir. Bunu duya bilmirik və bəzi dövlətlərin hətta dini etiqadı onun konstitusiyasında yazılıbdır. Amma buna baxmayaraq Türkiyədə bu yazılmasa da Türkiyə axırıncı xəlifə olaraq İslam dininin gerçək olaraq
yaşadan bir sütun olub və Osmanlının son sübutuna qədər, Cumhuriyyətə qədər və sonraki dövrlərdə də bu prinsiplərdən imtina olunmayıb. Və bu günləri Türkiyənin səsi yaxın və orta şərqdən gəlir. İslam təəssübkeşliyinin arxasında Türk ulusunun var olması və dünyanın gerçəkdən 5-dən böyük olduğunu sübut eləmək üçün ciddi bir siyasi avantajdır. Və bu günləri biz Afrikada Türkiyənin var olması, Ərəb dünyasında var olması, Yəməndə var olması, Liviyada var olması, Qafqazda var olması və Orta Doğuda, Suriyada var olması və təsir imkanlarının genişləndirilməsinin kökündə həm də dünyavi dövlət prinsiplərinə sadiq qalaraq İslam dəyərləri aparıcı olmasına nail olmaqdan ibarətdir. Kosmopolit bir düşüncə ilə İslam coğrafiyasına nüfuz eləmək çətin məsələdir. Baxmayaraq ki, məzhəblər var, baxmayaraq ki, dövlətlər var, Türkiyənin tarixi missiyasını əngəlləmək üçün iş başındadırlar. Türkiyə Suriya zəfərini qeyd eləmək istəyirəm. Bir zamanları, məsələn, indiki zamanda bu siyasi ixtilafa yönələn zehniyyət Türkiyənin Suriyada nə işi var deyərək itham edirdi. Amma Türkiyə bunları yararaq ciddi əməliyyatlarla Türkiyənin ətrafında Suriyanın içərisində 30 kilometrlik bufer zona təhlükəsizlik zolağı yardım edildilər. Dünya gücləri ilə toqquşdu. Amerika Birləşmiş Ştatları ilə toqquşdu. Rusiya ilə toqquşdu. İranla toqquşdu. Və onların Suriyada öz maraqları var idi. Və Türkiyəsiz bir Suriya onların strateji, hərbi, siyasi və ideoloji maraqlarına cavab verirdi. Amma bunu pozmaq lazım idi. Bu Türkiyənin birbaşa sərhəddində olan bir dövlətin ərazisində üçüncü qüvvələrin şüur altı və yaxud da şüurlu bir formada Türkiyənin hədəf alması biz biliriksə və biz təhlil edərək bu qənaətə gəliriksə Türkiyənin dövlət ağlı bunu çoxdan bilirdi və bunu durdurmaq lazım idi. Və ikinci bir növdə Rusiya ilə toqquşma, Rusiyanın hərbi təyyarəsinin vurulması, Rusiya ilə ciddi qarşılıqlı atəşlər, həm də strateji olaraq Rusiya ilə müttəfiqliyi buraxmadı. Və Türkiyənin unikallığı bundan ibarətdir. NATO birbaşa Rusiya qarşı savaşdadır. Eyni zamanda Türkiyə Rusiya ilə də, Ukraynada savaşan tərəflərlə ortaq məsafəni saxlayaraq hər iki tərəflə görüşmək imkanlarını itirmədi. Və bu günlər baxırıq ki, bəzi dövlətlərin tərəflərlə görüşmə imkanları çox məhduddur. Amma Türkiyə həm də Qərbin və dünyanın ayrı dövlətlərinin ərzaq qıtlığından xilas olması üçün Türkiyə vasitəsilə Rusiya və Ukrayna arasında taxıl mübadiləsi, əsir mübadiləsi və bir sıra hətta atəşkəsə yönəlik anlaşmalara, niyyətlərə imza ata bildi. Və Türkiyə diplomatik çevrədə silahların işlədiyi bir yerdə Türkiyə mövqe ifadə edə bildi. Türkiyə dışlanan Avropanın düz qapısının ağzına qədər gəldi və yaxud da proses sonra gətirdi. Amerika Birləşmiş Ştatlarında prezident seçkilərinin Trump'ın hakimiyyətə gəlməsindən sonra Rusiya qarşı münasibətin dəyişməsi, Rusiyanın Ukraynaya təcavüzünün nəticələrinin aradan qaldırılması üçün fərqli siyasi kombinasiya ortaya gəldi və Avropa oyundan kənar vəziyyətə salınmaq ərəfəsində qaldı. Avropa texnoloji cəhətdən inkişaf eləmiş dövlətlərin birliyi də Avropa İttifaqı və o cümlədən Türkiyə də uzun zamandır Avropa Birliyinə can atır. Və indi nə baş verdi? Amerika Avropa Birliyindən ayrı və onu oyundan dışlatdığı bir ərəfədə Türkiyədə düşdü və Avropa Türkiyənin var olduğunu, Türkiyənin dünya çapında Avropanın gələcəyinin müəyyən olunması, belirlənməsində söz sahibi müdafiə sənayesinə ehtiyac olduğunu dilə gətirdilər, etiraf etdilər və Türkiyə mötəbər tədbirlərə dəvətlər aldı, masalar verildi və eyni zamanda Türkiyənin Avropa Birliyinə gediş imkanları artdı.
Türkiye demək olar ki, faktik Avrasiya bölgəsində yeganə təsir gücünə malik olan söz sahibinə çevrilməklə Avropanın diqqətini cəlb edə bildi. Bu vaxta qədər Avropa Birliyi hər zaman Türkiyəni bu və digər formada məhz etnik kimliyinə görə müxtəlif bəhanələrlə kənarda saxlayır. Türkiye Suriye'den uzun zaman kök salmış Rusya ve İran'ı çıkartabildi. Hakan Fidan'a bir sual verdiler. Ne cür ettiniz bunu? Ne cür ikna edebildiniz, inandırabildiniz? O güldü ve bize söz dedi, danıştık. Yani tamam bitti, uzun danışmaya ihtiyaç yoktu. Mesele hell olup ve Amerika Birleşmiş Ştatları ile Türkiye bu arada hiss olunan odur ki anlaştı. Deməli bölgədə yeni güc mərkəzi olaraq bir zamanları dışlanmalı olan, bir zamanları zəif və ixtilaflar içərisində boğulan Türkiyə söz sahibinə çevrilərək sayılan, həm Amerika Birleşmiş Ştatları tərəfindən, Avropa Birliyi tərəfindən sayılan bir dövlətə çevrildi. İran və Rusya dışlanaraq agresiv mövqelərini bu və digər formada ifadə edildilər. Rusya Türkiyəni itham elədi, Erdoğan itham elədi, daşqalıq elədi dövrü mətbuatında. İran isə dini liderin dili ilə müqavimət hərəkətinə start verdi. Yəni Suriyada Türkiyənin varlığını əngəlləmək üçün mücahidlərə, polislərinə göstərişlər verdi, təlimatlar verdi, publik olaraq təlimatlar verdi və Suriya İranın təsir dairəsindədir deyərək Türkiyə meydan oxudu. Və Türkiyədən də cavab gecikmədi. Yəni artıq bir soyuq savaş başladı. Əgər sən yenə də Hakan Fidan'a istinad edərək sən başqa bir dövlətin içərisində insanların inancını və yaxud da kullanaraq problem yaradarsan bizim üçün, biz də sənin içərisində problem yarada bilərik ittihamı oldu. Yəni Güney Azərbaycan türklərini xatırlatdı. Hər halda Türkiyənin vəziyyəti kifayət qədər kritik və ciddi dönüş mərhələsinə qədəm qoyur. Türkiyə orta və yaxın şərqdə ciddi söz sahibinə çevrilir və Türkiyəsiz problemlərin həll olunmasının mümkünsüzlüyü siyasi gündəmdədir. Və Türkiyə vaxtilə Suriyadan 4-5 milyona yaxın qaçqını himayə etməsi və CHP tərəfindən rədd edildi. Bunlar sürülməlidir, qovulmalıdır filan, amma Türkiyə strateji olaraq baxdı məsələyə. Türkiyə bu müddətdə, 10 il müddətində insanlar yetişdirdi. Onlara Türkiyəni tanıtdı, Türk dilini öyrətdi və Türk əskəri gücü ilə eğitim verdi və ordu qura bildi. O cümlədən dünənə qədər Qərbin terrorçu kimi tanıdığı Əhməd Əş-Şaranı Şama hakimiyyətinə və Suriya rəhbərliyinə daşıya bildi. O və bəzi ağzı göçəklər bizdə və Türkiyədə sən demə Erdoğan terroristi siyasi müstəviyə daşıyıb böyük xəyanət edir. Kim gəlməli idi onda? İcazə verin deyək, Türkiyə, Suriya vətəndaş müharibəsindən keçib, Bəşər Əsəd rejimi minlərlə, 10 minlərlə insanlar qətlə yetirirsə və onlara qarşı dirəniş onların öz dilində silahlı üsyanlar formasında olursa və bunun içərisində terror da mühüm yer tutursa, icazə verin, biraz da düşünək, başqa alternativ variant nə idi? Dinç demokratik qaydada Suriyada hər hansı bir formada hakimiyyət dəyişikliyi mümkün idi, mümkün deyil. Və bu baş verdi və Türkiyə yanlı, Türkiyə ilə strateji hədəfləri bölüşən, Türkiyənin dilini bilən, Türkiyənin mövqələrini aydın ifadə edən Əş-Şara hakimiyyətə gəldi və onun sürətli şəkildə Avropa dövlətləri və dünyanın güc mərkəzləri tərəfindən legitimləşməsi prosesində Türkiyə müstəsna rol oynadı. Türkiyə bu ərəfədə ağıllı olaraq, o da təbii ki, PKK-nı yaradan mərkəzlərlə məsləhətləşmələrdən sonra və yaxud da özünün strateji maraqlarına uyğun olaraq PKK-nın 40 illik Türkiyəyə əziyyət verən PKK-nın
aradan kaldırılması ve onun yeni Türkiye'nin inşasında söz sahibi olmasına yönelik adımlar atıldı. Bu devlet adamı, böyük devlet adamı, Devlet Bahçeli'nin beyanatı yadımızdadır. Abdullah Öcalan'a müracaat eləməsi, radikal formada silahı at yerə, gel, burada danış, burada çıxış elə və bununla da sənin bəraətin üçündə imkanlar yaranmış olar. Bu böyük siyasətdir. Böyük siyasətdə bunu eləyəcəksən. Ya da dağlara çəkilib dağlarda döyüşəcəksən. Və Abdullah Öcalan'dan müsbət mesaj gəldi. Abdullah Öcalan mı silahlandırırdı və yaxud da bu təbii ki PKK'nın arkasında duran Batı dünyasının ayrı Amerika Birleşmiş Ştatları var, Rusya'da var, İran'da var. Və onların əlindən alır lideri. Lideri onların əlindən alır, zərərsizləşdirmə xəttinin önünə verir. Və təbii siyasətdə bunlar mümkündür. Müəyyən bədəllər də ödəyir. Psixoloji cəhətdən müəyyən zehniyyətin onun üzərinə gəlməsinə, o cümlədən CHP'nin onun üzərinə gəlməsinə şərait yaradır. Buna baxmayaraq, ortada Türkiye dövlətinin milli strateji maraqları var. Və nə baş verir? Türkiye'nin terror təşkilatı kimi tanındığı və uzun zaman mübarizə apardığı, hərbi, siyasi bir formada zərərsizləşdirməyə çalışdığı PYD Əşşarənin bir masaya oturur və tərəf olaraq tanınır və Türkiye'nin, Suriye'nin bütövlüyü məsələsinə yeni tarixi imza atılır. Haray həşir qopur. Ay nə bilim bu terörist, o terörist çağırdı, o kim idi gəldi, oturdu. Bu nə məsələdir? Burada çox incə bir məqam var. Bu tarixi ekskursu niyə gəlirəm, deyirəm. Bunlar Türkiye'də baş verən proseslərin başlanğıc nöqtələridir. Türkiye PKK məsələsini həll etmək istəyir. Yəni Cənubi Qafqazda erməni separatizminin kökünü kəsə bildik. İkinci bir növdə yaxın Orta Şərqdə separatizmin İranın, Rusiyanın və Batı dünyasının himayə elədiyi və türklərə qarşı yönəlmiş, müsəlman dünyasını parçalamaya yönəlmiş terörist mərkəzlərinin və yaxud da separatçı mərkəzlərinin aradan qaldırılması istiqamətində adımlar atmaq vacibdir və Türkiyənin üzərinə düşür. Və bu Azərbaycanda da müəyyən dairələr Əşşara terörist idi, onu Türkiyə niyə tanıdı, o cinayətdir, o filandır, Atatürk xəttinə ziddir. Bu tərəfdən Türkiyənin özünün içərisində CHP haray həşir qopartdı və beləliklə Türkiyəni bu böyük bir qalxınmadan dünyada 5'dən böyük 6-cı da var mərhələsində iç savaşa sürükləmək xəttinə siyasi güc olaraq start verdi. Və bir sıra digər faktorları da sadalamaq olar. Və Amerika-Türkiyə münasibətləri olmadığı qədər yaxınlaşdı. Təbii ki, o bir mənalı fikrim yoxdur. Trump'ın demokratiya ilə bağlı, insan hüquq və azadlıqları ilə bağlı, dövlətlərin suverenliyi ilə bağlı verdiyi fikirləri qəti qəbul edə bilmərəm. Eyni zamanda Türkiyənin varlığını yaxın Orta Şərqdə qəbul etdi. Türkiyənin tutduğu siyasi xətti təqdir elədi. O cümlədən Türkiyə ilə ilkin məqam budur ki, anlaşdılar. Həm F-16'lar, həm F-35'lər, həm də strateji olaraq digər məsələlər, yəni terror təşkilatlarına qarşı mübarizə məsələləri masaya yatırıldı və bugün Xarici İşlər Naziri Hakan Fidanın Türkiyə səfəri, belə Amerika səfəri gözlənilir. Təbii ki, o da Xarici İşlər Nazirinin dəvəti ilə gedir və ilk rəsmi səfərlərdən biridir. Növbəti mərhələdə isə aprel-may ayları ərəfəsində isə Rəcəb Tayyip Erdoğan'ın Trump'la görüşü Amerika Birləşmiş Ştatlarında nəzərdə tutulur. Yəni böyük bir ciddi proseslər ərəfəsində Türkiyəyə dayaq lazımdır. Bax burada nə baş verir? Türkiyənin güclü olması, Azərbaycanın güclü olması demək. Türkiyənin zəifləməsi Azərbaycanın zəifləməsi demək. Türk dünyasının zəifləməsi demək. Mən burada bir şey qeyd edirəm. Türk Dövlətlər Təşkilatı kimin projesidir? Dünyaya böyük baxan, dünyanı 5'ten böyük görən Rəcəb Erdoğan'ın, ona ilk dəstək verənlərdən biri Azərbaycan oldu. Və Orta Asiya Cumhuriyyətləri Türkcan coğrafyasında bir bayram əhvalı yarandı. Türk Dövlətlər Təşkilatı artıq dünyada ayrı aktörlərdə müzakirə olunur. Bir sıra ortaq müqavilələr var. Bir sıra ortaq gəlişmələr var. Çox ciddi şəkildə bizi düşündürən
gəlişmələr var. Orta Asiya təbii ki, ciddi güc mərkəzlərinin arasındadır. Çin də var orada, Rusiya da var orada, bu tərəfdə İranın təsir imkanları var. Buna baxmayaraq mövqe ifadə eləyir. Artıq bu təşkilatda var olmalarını möhürünü vurur. Çox ciddi layihələrə imza atırlar. Və belə bir halda Türkiyənin iç savaşa çəkmək, mən elə gəlir ki, arxadan vurulan xəncərdir. Türk dövlətçilik tarixində arxadan vurulan xəncərdir. Türkiyənin daxili işinə qarışacağım. Türkiyədə bu vəziyyəti o qalxınma mərhələsindən demokratiya adı ilə, filan adlarla, ay nə bilim, pozdu, filan elədi, zərərsizləşdirmək istəyir rəqibi. Qardaşım, seçki vaxtıdır. 3 il bundan sonra seçki olacaq. Start veriləcək. 6 ay qabaq, 1 il əvvəl də namizədliyi müəyyən ilə, mübarizəyə çıxıyla, mübarizəni aparıyla. 3 il bundan əvvəl İstanbul Bələdiyyə Başqanı məqamını buraxıb küçələrə düşüb, aynen Diyarbakırdan tutmuş İzmirə qədər ora-bura sən siyasi kampaniya aparmağın məqamına uyğun deyil. Sən bələdiyyə sərhədləri daxilində mübarizə aparmalı, sən orada işlər görməlisən, sən siyasi bəyanatlar vermək, aqressiv bəyanatlar vermək, ordu meydan çağırmaq, Erdoğanın bir növ aşağılayıcı ifadələr işlətmək, savcını təhqir eləmək və üzərinə getmək nə idi? Oyuna çəkir ki, mən artıq bu oyunu pozmalıyam. Türkiyənin qalxınma xətti pozulmalıdır. Kısa bir bəyanat. Bunun arxasında duran kimdir? Bunun arxasında duran İranın dini lideridir. Bir, Türkiyənin boy verməsini istəməyəcək, müqavimət hərəkatı olmalıdır və Suriya bizim olmalıdır. Bir, Rusiyadan agresiv bir formada Rusiyanın hərbi bazalarının çıxmasına qədər bir proyektin üstündə olan, nüfuzunu itirən Rusiyanın geri qayıdışını əngəlləyənlərdən biri Əşşarə Hakan Fidan birliyidirsə, oradan daşlar yağır və Avropa Birliyinin bəzi dövlətləri, konkret Fransanı məsələ gətirə bilərik, amma bir sonuncu dönəmlərdən sonra xeyli bir yumuşalmalar var. Mən elə gəlir ki, bu Türkiyənin arxadan vurulan xəncərdir və bu belə də dəyərləndirilməlidir. Və Türkiyənin iç savaşa sürüklənməsi, siyasi bəhrana sürüklənməsi, insanların küçüyə axıdılması, o cümlədən onların içərisində kifayət qədər terror təmayüllü qüvvələrin olması, hansı ki CHP-nin elektoral bazasının əhəmiyyətli bir hissəsi PKK yanlılar və yaxud da Kürdlər, o cümlədən etnik azlıqlar, ermənilər və bunlara stavk eləyən CHP Türkiyəni ağ günə çıxardacaq, çıxarda bilməz, Türkiyəni bölməyə apara bilər. Ona görə də biz bilməliyik ki, PKK ilə Türkiyənin böyük dövlət ağlının gördüyü işlər bölgədə PKK-nın təsir imkanlarını azaltmaq, Türkiyə qarşı qurulmuş oyunları neytrallaşdırmaq və Türkiyənin gerçəkdən beynəlxalq səviyyədə qəbul olunacaq 6-cı güc və yaxud da güclərdən biri kimi qəbul olunmasına aparan yol üzərində olan Türkiyənin badalaq qurmaq, ayağından çəkmək ayrı-ayrı dövlətlərdən, ayrı-ayrı mərkəzlərdən Türkiyənin içərisində ixrac olunan ideyadır, fikirdir, düşüncədir və bugünkü gündə meydanda olan bunlardır. Türkiyə insanı ola bilər bir hakimiyyət 20 il qalır və yorulurlar, falan edirlər. Mən elə gəlir, əgər bir yerdə söz dövlətdirsə, söz millətdirsə, söz milli maraqlardırsa, onda mənim üçün o çoxlarının siyasi spekulativ bir formada istifadə etdikləri demokratiya falan arxa plana keçəcək. Əgər bu günlər yeri gələndə silah işlənəcək, yeri gələndə Türkiyənin dövlət maraqları naminə gereken bütün addımlar atılacaq ki, Türkiyənin üzərində qurulmuş böyük oyunu pozasan. Böyük oyunu pozmaq, Azərbaycanın üzərində olan oyunları pozmaq deməkdir. Qafqaza göz tikən qüvvələrə şans pozmaq, onların gəlişinin qarşısını əngəlləmək üçündür. Mən sadəcə buradan Güney Azərbaycana keçirəm. Urmidə baş verən gərginliklər var. Konkret etnik tərkibin dəyişməsi ilə bağlı bir protestlər baş verir. Bu yeni deyil. Birdən-birə Türkiyənin iç savaşta sürüklənmək istədiyi bir ərəfədən İranda, Güney Azərbaycanda belə bir qalxınmanın
təsadüfi olacağını düşünmürəm. Təbii ki, Güney Azərbaycan müstəqillik, istiqlal ərəfəsindədir. Amma indiki zamanda bir oyun da ola bilər. İranın qurduğu oyun ola bilər. Etillatın, Sepahın qurduğu oyun da ola bilər. Və cinahları parçalamaq, Türkiyəni təsirsiz vəziyyətə salmaq kimi bir hədəf də ola bilər. Amma yenə də bu mənim müşahidəmdir. Birdən-birə nə baş verdi, birdən-birə nə oldu və dinç qaydalı insanlara etiraz edir. Sepah da qıraqdan qulağını şəkilləyib baxır. Burada bir oyun var. Ona görə mən Türkiyə insanlarına, öz qan qardaşlarıma müraciət edirəm. İndiki zamanda məsuliyyətimizi dərk edib, güclü Türkiyənin yeni dünya düzənində söz sahibi olacaq Türkiyənin, hətta dünyada ədaləti, haqqı qoruyacaq mizan tərəzini düzəldəcək Türkiyənin yanında olmağa dəvət edirəm. Türkiyə bu müddətdə bu böhrandan mövcud kursun qalması ilə xilas olmalı, hüquq işləməli, hüquqa etimad yüksək səviyyədə bəyan olunub və olunur. Hamı ona etibar eləməlidir ki, cinayət varsa cəza olacaq, cinayətdən heç bir məqam, heç kimi sığortalamır və o cümlədən Əkrəm İmamoğlu'na sığortalamır. CHP'nin də məsuliyyətdən kənara qoymur. Agresiv bir formada nə olur olsun Türkiyə dağılır dağılsın hakimiyyətə gələk və içəridə bir qisasçılıq, nifrət ruhu ilə Türkiyədə yeni siyasi sistem qurmağa çalışırsa CHP yanılır və Türkiyə uduza bilər. Türkiyəni uduzdura bilərlər. Ona görə Türkiyə insanı, Türkiyəli bacı və qardaşlarımız, tələbələr bu işin mahiyyətini bilmədən meydanlara agresiya ilə, emosiya ilə yürüyenler bir balaca durmalarına tövsiye ederdim ki, durun, ortada böyük bir Türkiye, qalxınma mərhələsində olan böyük bir Türkiye var ve yeni dünya düzenində Türkiye söz sahibi olmağa gedir. 21. əsrdə Türk əsri deyirdilər və o reallaşmaq üzrədir və bunun qarşısını almaq üçün düşmənlərə, üçüncü qüvvələrə, yadlara, nəfsə, emosiyalara imkan verməməliyik. Tanrı Türkiyəmizi qorusun. Tanrı Türkiyə tuşlanan heç bir silaha kəsər verməsin. Tanrı Azərbaycan Türkiyə birliyini və Türk Dövlətlər Təşkilatını qorusun. Güman edirəm ki, Tanrı da millətimizə yar olacaq. Bu qurulmuş oyunlardan Türkiyə qalib çıxacaq.